Çox dəhşətli kadrlar var, çox dəhşətli biabırçılıqlar var. Bu nə edir burada? Bu kim idi? Deməli, dəyərli vətənlərim, bu Alyona projesi Mehmanın projesidir. Hər zaman qorxduğum da odur ki, projeni ortaya qoyanlar Mehmanı yarı yolda qoyacaqlar. Mehmanın yalançılığı var. Bunu hər zaman deyirəm. Amma o Alyonadır. Yəni o şəkillər, məkillər, o boyda həngamələr hamısı Alyonadır. Burada dedi bizə video çəkməyə gedirəm, getdi Oğuzun efirində peyda oldu. Ona görə Mehmanı gələn də bunu yadıma salarsınız. Buna görə də Mehmana deyəcəm, mən buradan deyirsən video çəkməyə gedirəm, oradan Oğuzun efirində peyda olursan. Hər nəysə, dəyərli vətənlərim, biz yolumuza davam edirik. Qapılarımız, pəncərələrimiz xalqa, ilhama zərbə vurası kim varsa ona qapılarımız, pəncərələrimiz açıqdır. Yetər ki, pedofili eləyib uşaqlarımızı, zadımızı söyməyən adam olsun. Hər nəysə, indi isə sizə görün nə deyirəm. Baxın, dəyərli həmvətən, mən deyəndə ki, ölkədə İlham Əliyev səfərbərlik elan eləyibdir, siz inanmırdınız. İnanmırdınız, eləmi? İndi gəlin sizə göstərim ki, Azərbaycanda, dəyərli vətənlərim, ölkədə səfərbərlik prosesi gedir və dəyərli vətənlərim, dəyərli soydaşlarım, cəmaatı basırlar ölümə, cəmaatı məhv eləməyə çalışırlar, aləmi vurublar bir-birinə bu şərəfsiz köpək uşağı. Bu da İlham Əliyev gəncliyidir, bax. Ala, İlham Əliyevin gəncliyidir, bax, hamısı. İynə vurur, bax, biri iynəni deyən buradan vurdurur. Görmüş ki, damara vurur da, qoldan vuralar, buradan vurdurur, baxın. İlham Əliyevin gəncləridir, baxın, ay millət. Ay millət, baxın, İlham Əliyevin gəncləridir, ay millət, baxın. Hamısı damara işləyir, baxın, ay millət, baxın. Baxın, gözəl xalqın, baxın. Boy. İndi bunlar arvad mı saxlayacaqlar? Bunlar Qarabağda mı savaşa bilərlər? Bunlar anasını Uçaskovdan qoruyan bilərlər. Bunların o damarını, bunların o bir dənə iynəsini, o da bax yerdədir, bax şprislərə bax. Bir dənə bunların iynəsini vaxtında verməsən, anasını da qoyacaqlar ortaya ki, mənə iynə ver. Bax İlham Əliyevin gəncləridir, bax bunlara bax, bunlardan gedir ha söhbət. Bax bunlara bax. Bu bax, bir iynəliyir, o yaşlı gədə profesionaldır, həkim çıxıbdır, bax. Hamının dozasını vurur, baxın. İndi buna boynuna vuracaq. Deyəcək, üz vurma da, mən boynuma vur. Boynundan lap, o da bax, boynundan vurur, bax. Bax, boynundan, bax, boynundan. O da bax. Burada hansı damar var, burada nətər vurur, ona bax. Bu da təzəmi çıxdı, adam profesionalıdır işinin. O da bax. Adam profesionalıdır işinin. Bu da bax. İlham Əliyevə belə gənclik lazımdır. Bunlar meydana mı çıxmaq istəyər, bunlar azadlıq mı istəyər, bunlar demokratiya mı istəyər, bunlar nə bilir İmam Hüseyin ha tərəfdədir, İmam Hüseyin kimdir? Qardaş, bax, görürsünüz bizim gəncliyimizi. İlhama sərf edən gənclik budur da. İndi gəlin baxın, Azərbaycanda 45 yaşına kimi səfərbərlikdir, 45 yaşına kimi. İlham Əliyev özü bir həftədir ölkədə yoxdur, 6 gündür. 6 gündür İlham Əliyev ölkəni tərk eləyibdir, ailəsindən bir yerdə qaçıbdır. 6 gündür ölkədə də səfərbərlik gedir. Baxın. Şəhərli rayon Çərçivoğan kənd sakini Abbasov Rayi məni səfərbərlik xidməti səfərbərliyə dəvət edibdir, təlimə dəvət edibdir. Buradan demək istəyirəm ki, təlimə çağıra bilirsiniz. Amma Naxçıvan Respublikasında bütün şəhid adlarını məktəblərdən, küçə adlarından, kənd adlarından niyə götürübsünüz? Birinci növbədə gedin o adları bərpa eləyin. Bu adları bərpa eləyin, ondan sonra dəvət eləyin cəmaatı. Şəhidə niyə hörmətsizlik edirsiniz bütün şəhidlərin? Bu qədər hörmətsizlik var. Ondan sonra Səlahattin nümayəndə Ceyhun Cəllov, sən yenidən sərəncam verə bilərsən. Niyə bir kənə yanaşırsan? Niyə yenidən sərəncam verməyə marağın yoxdur? Ancaq şəkil çəkdirin, reklam eləyin, millət alladın. Niyə millət sosial vəziyyətinə görə düşüb küçəndə bu bayramın günündə? Mənim bu Qazaxıstan çöllərində nə işim var? Mən niyə torpağımda yaşaya bilmirəm? Niyə iş yoxdur mənə görə?
İndi qırdırılmağa gələndə bizi qabağa verirsiniz. Yenə kasıb balaları gedin qırılın. Öz də elə səfərbərlik qanunu veriblər. Bilirlər ki, ölkədə heç kim yoxdur, hamı ölkədən qıraqdadır. 45 yaşına kimi xaricdəkiləri də çağırırlar. Telefonuna e-mail göndərirlər, mesaj göndərirlər ki, təcili gəlin, səfərbərlikdir. Baxın ha, millət Qazaxıstandan, Avropadan hamını çağırırlar. Sen beni için çapıldan kapıda koymuşsun yaşıyor. Aldırmışsın safarın yanına dönüşler. Şimdi senler ne abi? Bir milletin aleyhine çalışırsın sen. Benim şahidimin adı verme olunmazsa beni hiçbir ilmeni balası apaktırabilmez. Bunu bileceğim. Beni ancak oyunuma varabilersiniz. Bilmiyor. Çektimden seferberliğe ne oldu? Bir öteden sonra atlardılar. Gazi, ne bileyim, iki kurdu. Bir eylem harbiciler. Daldan kaldırlarda elmanın eksanmışın bastılar. Dedi badar parlı elmanı istiyor. Geçiler gidiler. Elmanı yanında gece İran'ı istiyor. Şerrasından bekten atsınlar. Kime güvenince edin? Birinci evvela hamımızın boynunu borçlu şahidin adlarını berfe edelim. Ondan sonra davet edelim. Azərbaycanda mafiya qanunları ilə ölkəni idarə edirlər. Mafiyadır, mafiya. Hə, mafiyadır, mafiya. Deyələmədən buna bax. Federek döyüşlərində şəhid olub. O, Naxçıvanın ilk şəhidlərindən sayılır. Şərur rayonunun Şəhid Məmməd kəndinin adı da Şəhid Məmməd Məmmədovun xatirəsinə ehtiram əlaməti olaraq ümumilli lider Heydər Əliyev tərəfindən verilib. Bir müddətdir ki, kəndin adı dəyişdirilib, dan yeri olub. Sakinlər isə bu dəyişikliyə etiraz edirlər. Fikir belə, şəhidin adı dəyişibdir, şəhidin adını çıxardıblar. Kəndin adını nə qoyublar? Dan yeri, dan yeri. Yox bir Robinson Cruz, neydi o, Piyatnitsiyə deyən kimi, yox dan yeri, yox dindin yeri. Dan yeri, yox dindin yeri. Belə kənd adı olar. Yenə bir o çıxartsalar Cavidan, Babək, Tomris, bəlkə qoyardılar. Adam bir balaca deyər də, o da keçmiş şəhiddir də, qəhrəmandır. Tarixi, əfsanəvi qəhrəmandır. Yoxsa dan yeri, yox dindin yeri. Haqqalı eyni zamanda Məmməd Məmmədovun döyüş yoldaşı İslam Qafarov deyir ki, Sədərək döyüşləri başladığı gündən... Siz Allah, Məmmədov familiyası gələndə İlham Əliyev tüstülüyür. Məmmədov familiyası gələndə İlham tüstülüyür. Məmməd, hələ babamın da adı, babamın atasının da adı Məmmədov. Məmməd Məmmədov familiyasında İlham Əliyev kənd adı saxlayar mı? Məmmədov familiyası gələndə İlham Əliyev tüstülüyür. Qoyar mı? Gəncləri səngərlərdə vətənin keşiyində durur. Hər neysə. Məmmədovu çıxardıb dan yeri. Yox, dan ulduz oradan qalxırmış ha. Bax, dan. Tüs sizin var. Buna bax, əskəriyə çağırış vərəqələrinə baxın. Ay millət göstərmirəm, peçatlara baxın. Çağırış vərəqələrinə baxın. Telefonla göndərirlər. Ay, əziyyət çəkməyə ehtiyac yoxdur. Baxın, çağırış. Bax, çağırış vərəqələri. Ala, çağırış vərəqələri. 45 yaşına kimi. Ay, İlham Əliyev. Ay, profesional zabit həmdana mən də yoldaşım da. Çağırdana qaça-qaça gələcəm. Qaça-qaça gələcəm İlham Əliyev. Çağırış vərəqəsi mənə atın da, çağırış vərəqəsi. Atmasanız şərəfsizsin. Ay İlham Əliyev. Ay, uca Şirvinin ruhuna ant verirəm. O Ağdamlılar Qayran Zərifənin ruhuna ant verirəm. Çağır da məni. Çağır məni də, yoldaşımı da, deyin ki, zabitsiniz, zabitlərə daha böyük ehtiyac var. Çağır, qaça-qaça gələrəm, çağır görümə. Dəlisinizmi? İlham Əliyevdən tort yeməkdənsə pox yemək ondan yaxşıdır. Dəlisinizmə? Dəlisinizmə? Bahu, Avropada da imkan vermirlər işləməyə, ay ki. Avropanın qazancı da getdi ha, biləsiniz. Əvvəllər Avropada qazanc necə idi deyimsə bu. Bu tendensiyanı izah eləyim. Baxın və qərar verin.
Əvvəllər Avropada qaçaq işlənməyə çox böyük ehtiyac var idi, yerlər var idi. Çox adam gəlirdi, qaçaq işləyirdi. Qaçaq. Yəni gizli işləyirdi. Hə, qadan Ali. Bilirsiniz ki, hər Alman bir polisdir. Üstəlik Almanların içində də uzun sürə qalanlar da, onlar da Almandan betər polisdir. Artıq Almanya bu ümumi gedən bu işsizlik, çox qaçqınların gəlməsi, vaxt var da Azərbaycan Almanyanın yolunu tanıyırdı mı? Xeyr. Yəni bu çox saylı gələnlər ora bura. Yəni buna görə alo. Ay İlham Əliyev, sizə nə oldu da Laricanini təhqir eləyirdin? Laricani səni hədələyən kimi? Sən Laricanini təriflətdirirsən. Buna bax, özü də harda, baxın. Baxın, ay millət, baxın, ictimai kanalda riyaziyyatdan siyasata Əli Laricani kimdir? Böyük lider Əli Laricani, baxın. İranın ən güclü adamı Əli Laricani. Baxın, İlan ulduz görməsə ölməz. Əli Laricani İlham Əliyevi təhdid elədi. Dedi, dalını dağıdaram, dedi. Mən PSK-yə zat hərriyən deyiləm. Sonra orada 2 ən güclü isim var. İndi oldu 3 ən güclü isim. Biri dini liderin oğlu, indiki dini lider, biri Ərakçı, biri də dəyərli həmvətənim Əli Laricani, Əli Hamneyi ilə yaxın adama. Burada incə səbəblər var, onu deyəcəm birazdan. Hələ baxın buna, Qafqaz Info. Baxın, baxın buna. Ay millət, baxın, İranla bağlı qadağalar götürüldü. Ay millət, İranla bağlı sərhədlər açıldı. Birisi də tırlar zadı buraxmırdılar. Sərhədlər açıldı İranla bağlı, baxın. Adamı nə təri İlham Əliyevi tüpürdüyünü yalatdırdılar. İlham Əliyevin nə təri tüpürdüyünü yalatdırdılar. Əzizəm vətənəm, hələ bir buna da baxın, ha. Hələ bir buna da baxın, ha. Ay şərəfsizlər, ay alçaqlar. Nə oldu da siz bu qədər yaltaqlığa... Buna bax, hələ təzə dini lideri təbrik elədi, ha. Təbrik elədi. Baba, ala. Ay İlham Əliyev, bu qədər sən sümsüktür, bu qədər sümsük idin, amma bu qədər sümsük sürtük olduğunu da düşünməmişdim. Heç olmasa qoyardım, bir həftə vaxt keçərdi də. Dünən, yox sırağa gün, yəni dünən tüpürürsən, bugün yalayırsan. Qoy heç olmasa biraz vaxt keçsin də. Ay bu nə bədbəxtçilikdir, bunu da göstərim, sözü verim Zəki dayıya. Ay bu nə bədbəxtçilikdir, bu nə sümsüklükdür, bu nə sürtüklükdür, gəlin sizə görün nə göstərəcəm. Gəlin baxın görün nə göstərəm, ay Türk mətbuatı dəli olubdur. Türk mətbuatı hələ belə haysiyyətsiz, hələ belə sümsük, sürtük, devlət başçısı görməmişdik deyir. Aləm deyib bir-birinə dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, Türk mətbuatına gəlin 3 dəqiqə, deməli 30 saniyə axırda 2 dəqiqədə qabaqda izləyək. Gəlin. Baxa. Dəhşətdir, dəhşət, sözün əsl mənası. Zəki dayı qoş salamlayayım sizi. Zəki dayı xoş gördük. Zəki dayı qadın alım, xoş gəldiniz. Sağ ol, Allah razı olsun. Allahın nəzəri, ruzu bərəkəti sənin, əqidə qardaşların, səninlə bərabər sidq ürəkdən bu İlham rejimini və başda olan bu Hinduşka başı yıxmaqda mübarizəyə hazır olanların başının üstündə Allahın nəzəri, ruzu bərəkəti olsun və Allahın onlara səbrini kəssin və güc qüvvə versin ki, həqiqətən qorxmadan bu rejimi yıxıb, məhv edib Azərbaycandan qova bilək. Moderatorları da buradan elə sidq ürəkdən halal olsun ki, Allah razı olsun ki, qoymurlar ki, trollar burada istədiyi kimi nə lazımdır, manipulyasiya edib yatsınlar. Buyur Qabil, buyur Allah sağ. Deməli, 2 mövzuya toxunacam qısaca olaraq. Biri öz şəxsi işimdir. Zəki dayıya söz verməmişlər. Əsas məsələ budur. Buyurun baxaq. Buyurun baxaq. Şimdi İran meselesiyle bağlantılı başka bir kriz çıktı. Türkiye'nin en büyük kanallarından biri Halk TV. Anlat görünce çabuk anlat. Şöyle Türkiye, Azerbaycan basınında özellikle Sabah ATV grubuna büyük tepki var. Bunu görmemiş olabilirsiniz. Gördüm. Yeni Aliyev'in faizli olan Niye tepki gösteriyor? şöyle
iki açıklama var. İki kere açıklama var Azerbaycan'da dün. Ama şimdi bulamıyorum açıklamaları. O da ilginç. Düne kadar gece okudum ben mesela. Sabah Siliblər. Aliyev Partisi, Yeni Azerbaycan Partisi'nin merkez komite üyesi Musa Guliyev dün bir beyanat verdi Azerbaycan Haber Ajansı'na. Bir de Azerbaycan Matbaa Şurası İdare Heyeti üyesi, yani basın konseyi üyesi Müşfik Elesker bir açıklama yaptı. Bu açıklamada şöyle diyorlar: biz diyorlar Türkiye ile iki kardeş ülkeyiz. Azerbaycan kamuoyunda Türkiye'ye destek %95 düzeyindedir. Kalan %5'lik azınlık, Türkiye karşıtı azınlığı da cezalandırdık diyorlar. Hatta isim söylüyor. Şu Türkiye karşıtı çalışmak diyorlar. Fakat aynı ölçüde dayanışmayı Türkiye'de göremiyoruz diyorlar. Bir araştırma bulmuşlar. O nedenle bilmiyorum. Bu araştırmada işte Azerbaycan'a sevginin yüksek olduğunu ama hala %20'lik bir Azerbaycan aleyhine tutum olduğunu iddia ediyorlar bu araştırmaya göre. Bunun sebebinin de medya ve sosyal medyadaki Azerbaycan karşıtlığı olduğunu söylüyorlar. Medyadaki en önemli karşıtlık olarak ATV Sabah grubunu işaret ediyorlar. Hatta ismen Berat Albayrak diye söylüyorlar. Berat Albayrak ve kardeşi Serhat diye yazıyorlar. Diyorlar ki zaten Sukar'la ilgili de çok aleyhte bir tutum olmuşlardı. Şimdi de İran meselesinden kaynaklı olarak ısrarla ülkemizi İsrail'in yanında göstermeye çalışıyorlar. Türkiye devleti de bunun önüne geçmiyor. Hatta ATV Sabah grubu ile DEM Parti milletvekili Ömer Faruk Yetyerlioğlu'nun adını veriyorlar. Ömer Faruk Yetyerlioğlu'nun olmazının kaldırılmasını, gereği yapılmasını istiyorlar. Bunlarla ilgili de gerekli her türlü tedbiri, yani Azerbaycan aleyhine Türk medyasında ya da sosyal medyasındaki her türden bu asılsız propagandanın önlenmesini ve sorumlularının da cezalandırılmasını talep ediyorlar. İndi bakın. Azerbaycan, İndi dağına bakın bura 30 saniyede burada. Türkiye'den gelen rüzgarlar üzerine ve bunun bir daha tekrarlanmayacağı yönündeki vurgular üzerine, sözler üzerine yazıların linki görünmez olmuş. Ancak Azerbaycan tarafı eğer bu söz tutulmazsa 3 gün içinde linkler yeniden görünür hale gelecek. Hatta yeni yazılar da yayınlanacak diye ifade ediyorlar. Vurgulamak istedim. Türkiye Azerbaycan'la dost ve kardeş ülkedir. Değerlenmeden burada gördünüz mü ne dediler? Türkiye'nin en büyük kanalı Halk TV'de dediler ki baba göstərirəm, silinibdi hamısı, mən təzdən göstərirəm bunları. Bax, hamısı silinmişdi, mən təzdən göstərirəm. Deməli, dedilər ki, qardaşlar, Halk TV dedi, Azərbaycan tərəfi Milli Məclisin siyasi bölmənin rəisi, Qafqaz Info, Mətbuat Şurasının katibi, o Sevincin əmisi, bunlar, bu şərəfsizlər, bu alçaqlar, dəyərli vətənlərim, dəyərli soydaşlarım, deməli, Milli Məclisin Siyasi Şöbə Müdürü Musa Quliyev, Sevincin əmisi, Mətbuat Şurasının katibi Əflatun Amaşov neyniyiblər? Bunlar Rauf Arifoğlu daxil bir grup ancaq Türkiyəni hədəf alır. İlham Əliyevi söydürən, bizi İsrail'e yapıştıran, hamısı Erdoğan'ın yeznəsi Barat Albayraqıymış. Ona bağlı medyalar, onun hətta özü də danışırmış. Birazdan Zəki Bəydən sonra göstərərəm. Və deyələn vətənəm nə deyirlər? Bunlar nə deyir? Yazılarında belə yazırlar. Göstərəcəm bəzilərinin yazılarını. Bax, ala. Deyir, yazılar silinib, bizdə var, narahat olma. Budur, bax. Qafqaz Info az. Baxın. Milli Məclisin deputatı komitə sədri Musa Quliyev. İndi nə deyir bunlar? Deyir ki, bunlar yazır ki, biz ölkəmizdə 95% Türkiye sevəndir. 5% sevməyənlər, Türkiye'ye qarşı danışanlar da məhv elədik. Açıqca deyir ha İlham Əliyev, məhv elədik. Amma siz 95%, 5% sevən var media, 95% Azerbaycan'a karşı danışırsınız. Bunun başında Barat Albayrak durur. Bizi İsrail'e çalıyırsınız. Bizim prezidenti söydürürsünüz. Bizim hele o Naxçıvan raketlerin de böyle dolaysınla İlham Əliyevlə İsrail'in oyunu da deyirsiniz. Bak ha, söhbətə bak ha. Ve deyir ki, bizden
qəti şəkildə tələb edirlər ki, bizə qarşı danışanların hamısını susturun. Əgər susturmasanız, Türkiyə ilə Azərbaycan arasında ilişkilər pozulacaq. Dalından. Və deyir ki, bunlar deyir ki, baba bunların hamısı məndədir, hamısı məndədir. Bunlar deyir ki, mən bu yazıları tapmadım. Ala, təzdən başqa bir saytlar paylaşıb yazıları. Bax, Anar Sultanoğlu da paylaşıb. Baba, ala. Ala, Erdoğan'ın kürəkənini cəzalandırmağı tələb edirlər. Danlan get, Azərbaycan tərəf tələb edir. Danlan getdi, ala. Deputat Albayrağı cəzalandırmasını tələb edir. Ala. Bütün medialar əlimizdədir. Hətta Qafqaz info bunların çoxusu silinib ha. Mən şəkilli kopyalatdırmışam komandam. Bunların çoxunu siliblər. Və nə deyirlər Zəki dayı? Zəki dayı nə deyirlər? Nə deyirlər? Deyirlər ki, alaba göstərə bilərəm, çox göstərə bilərəm. Deyirlər ki, siz baxdım deyir yazılar yoxdur. Həmən o Türkiyə mətbuatı deyir, baxdım ki, Qafqaz info, o birisi bütün yazıları siliblər. Yoxdur, ala baxın. Dedim aya bu yazılar hardadır? Dedim aya bu yazılar hardadır? Qafqaz infonun xüsusilə yazdığı yazılar. Bax bunlar məndə çoxsu silinibdir. Mən sadəcə bəzilərinin şəkillərini çəkmişəm. Ala bu da silinib. Bax ala. Gizliyə qoyulub deyir. Bax. Deməli Qafqaz infodur. Deməli deyirlər ki, İlham Əliyev ailəsi saytlarda hamısı deyirlər ki, soruşduqca bunlar niyə silinibdir? Bizə deyir çıxdılar. Dedilər ki 3 gün sizə vaxt verir. Baxa, İlham Əliyev mediaları, bu göt verənlər Erdoğan'ın kürəkəninə, Erdoğan mediasına vaxt qoyurlar. Götü poxlular, arxalarına İsrail alıb. Deməli, vaxt qoyublar ki, 3 günə siz o paylaşımların hamısını silməsəniz, siz bizdən üzr istəyib, yəni bizə daha siz deyənlə gedəcəyik deməsəniz, o qoyduğumuz mətbuata qoyduğumuz o Qafqaz info, hamısı təzdəndən qoyulacaq. Yəni gizlidədir, gizlidən açılacaq. Və bunu Xalq TV-də deyirlər. Qəhbəliyə bax ha, qəhbəliyə. İndi